Yeni sözləri öyrənirsən, amma tez unudursan. Bugün yaddaşı gücləndirən 3 maraqlı və effektiv lifehackla səni tanış edəcəm. Birinci lifehack: yaz və danış. Yeni öyrəndiyin sözü həm yaz, həm də səsli şəkildə təkrarla. İkinci lifehack: aralıqlarla təkrarla. Ardıcıl əzbərləmə, yox. Sözlərə bir gündən, 3 gündən, bir həftədən sonra qayıt. Beləliklə, onlar uzun müddətli yaddaşda qalacaq. Və üçüncü lifehack: kontekstdə öyrən. Sözləri tək-tək yox, cümlələrdə öyrən. Beyin hekayə formasında olan məlumatı daha yaxşı yadda saxlayır. Bu məsləhətlərlə öyrənmək daha maraqlıdır. Rus dilində danışmağa davam et.